İranın Təl-Əviv ətrafındakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub. Bu haqda Times of Israel məlumat yayıb. Məlumata görə Təl-Əvivin ətrafı Batyamda həlak olanlar arasında 2 uşaq da var. Daha 137 nəfərin yaralandığı, təxminən 35 nəfərin itkin düşdüyü bildirilir. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilas edicilər içəridə qalan qurbanları tapmağa çalışır. İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə İranın İsrailə hücumlarında 15 nəfər ölüb, 385 nəfər isə yaralanıb. İran İsraili atəşkəsə razı salmaq üçün vasitəçilər vasitəsilə ABŞ-yə müraciət edib. Bu haqda İsrailin The Jerusalem Post nəşri yazıb. İran, Oman və Qətərdən İsrailin davam edən zərbələrini dayandırmaq və nüvə danışıqlarını bərpa etmək üçün Vaşinqtondan vasitəçilik etməyi xahiş edib deyə məlumatda qeyd olunub.